Hər vaxtınız xeyirli olsun. Dostlar, bu günləri mən sizə Xırdalan şəhərində icra hakimiyyətinin tam yaxınlığında, 11 nömrəli məktəbin yaxınlığında 4 mərtəbəli apartmanın 3-cü mərtəbəsində əla təmirli, qanuni 2 otaqlı mənzilimizi çəkib təqdim edirəm. Burada gəldim, mətbəx hissədə çəkiliş apardım. Pəncərəsini də görürsünüz, yəni böyük bir belə pəncərəsi də var. Evin hər tərəfinə gün işığı düşür. Bura onun qonaq otağıdır. Bax, belə bir geniş qonaq otağıdır. Kvadratı 54 kvadratdır. Qiymətini də açıqlayacağım sizə. Elə daha deyim də, qiyməti demişəm, belə açıq. 86.000 manata deyir ev sahibi. Bura qonaq otağıdır. Belə bir ev var. Qiymətdə inşallah ev sahibi tərəfindən razılaşıb müəyyən fikir razılığına gəlmək olar. Bura yeri istif oldu. Bax, buradan giriş qapısı bu hissədir. Deməli, mətbəxlə qonaq otağını çəkdiyi təqdim edir. Bura sanitar qovşağıdır. Bax, belə bir sanitar qovşağıdır. Bina hazır binadır. Hazırda sonlanma işləri gedir. Burada onun yataq otağıdır. Belə bir geniş pəncərəsi də var. 54 kvadrat 86 minə Xırdalan şəhəri 1-ci Milyonerlər məhəlləsində 11 nömrəli, 1 nömrəli məktəbin tam yaxınlığındadır. İcra hakimiyyətinə də yaxın olan bir ərazilədir. Bu ev barədə kimin nə sualı varsa bizlə əlaqə saxlasın, bizə zəng etsin. Əlavə əlimizdə bina evləri, həyət evləri də var. Hər bir qiymətə. Bizim əmlakda, bizim ofisə yaxınlaşırsınız, bizlə əlaqə saxlayırsınız. Satışda olan evlərimizi sizə təqdim edirik. Məndən bu qədər. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun.